Salam, meditasiya praktikasına xoş gəlmisiniz. Mən klinik psixoloq Aynur Həsənzadə. Bu videoda layiqlik və özünə dəyər hissimizi gücləndirmək üçün birlikdə dərin və şəfqətli bir meditasiya edəcəyik. İndi rahat bir yerdə oturun və ya uzanın. Özünüzə bir neçə dəqiqəlik daxili dünyanıza yönəlmək üçün icazə verin. Bu anda bədəniniz yavaş-yavaş sakitləşir, zehniniz biraz da rahatlaşır və siz heç yerə tələsmirsiniz. Diqqətinizi yavaşca nəfəs alıb vermə ritminizə yönləndirin. Heç nəyi dəyişmədən sadəcə nəfəsinizin təbii axınını müşahidə eləyin. Burnunuzdan yavaşca nəfəs alırsınız və yenə yavaşca burnunuzdan nəfəsi geri verirsiniz. Hər nəfəs sizi biraz da bu ana gətirir. Zaman-zaman zehnimizə bu cür inanclar gələ bilər. Mən heç nəyə layiq deyiləm, mən dəyərsizəm, mənim sanki bu dünyada heç nəyə haqqım yoxdur. Və bu düşüncələr gəldikdə, onlar bəzən o qədər inandırıcı görünə bilərlər ki, biz onları heç sorğulamadan qəbul edə bilərik. Sanki çarəsizcə dəyərsiz olduğumuzu qəbullanırıq. Və ya əksinə, dəyərimizi sübut etmək üçün daha yetərli olmağa çalışırıq. Sanki dəyərli olmaq üçün mütləq nələrsə etməliyik. Daha fədakar olmalı, daha bacarıqlı olmalı, daha yetərli, daha ağıllı, daha gözəl olmalıyıq. Bir anlıq dayanın və özünüzə sual verin. Sadəcə var olduğum üçün dəyərli olmadığımı söyləyən bu inanc həqiqətən doğrudurmu? İndi öz uşaqlıq versiyanızı gözünüzün önünə gətirin. Onun gözlərinə baxın. Bu uşağın dəyərli olması üçün nələrsə etməsini gözləyərdinizmi? Onun sevgiyə layiq olması üçün nələrsə etməsi həqiqətən də lazımdırmı? Yox. O sadəcə var olduğu üçün dəyərlidir. İndi bu həqiqəti özünüzə də xatırladın. Dəyərli olmaq sizin ən təbii haqqınızdır. Layiqlik hissi hansısa yollarla qazanılan bir mükafat deyil. O sizin doğuşdan gələn ən təbii haqqınızdır. Diqqətinizi yenidən nəfəsinizə qaytarın. İndi təsəvvür edin ki, bədəninizin mərkəzində, tam qəlbinizin ortasında güclü qızılı rəngli bir işıq yanır. Bu işıq sizin öz daxili dəyərinizdən yayılır.
Siz nəfəs alıb verdikcə bu qızılı işıq daha da genişlənir və bütün bədəninizi qızılı, isti və təhlükəsiz bir dəyərlilik hissi doldurur. Bu dəyərlilik hissi ilə birgə indi daxilinizdə daha müdrik və şəfqətli bir iç səsiniz yüksəlir. Və bu müdrik səslə siz özünüzə deyirsiniz: mən sadəcə var olduğum üçün dəyərliyəm. Mən öz səhvlərimlə də dəyərliyəm. Səhvlərim və uğursuzluqlarım da həyat təcrübəmin bir hissəsidir və onlar mənim dəyərimi azaltmır. Mən dəyər görməyə və hörmətə layiqəm. Mən sevgi almağa da, sevgi verməyə də layiqəm. Mən bu həyatı gözəl yaşamağa layiqəm. Mənim varlığım olduğu halıyla yetərlidir. Mənim bütün ehtiyaclarım önəmlidir və qarşılanmağa layiqdir. Mənim də hər kəs kimi yaşadığım bu kainatın bolluq və fürsətlərindən yararlanmağa haqqım var. Mənim özüm üçün ən yaxşısını istəməyə haqqım var. Mən uğura, daha zəngin bir həyata, hədiyyələrə, bolluğa, daha çox maddiyyata layiqəm. Mən çox sağlam və gözəl yaşamağa layiqəm. Mənim öz həyatımda özümü öncəlik etməyə haqqım var. Mənim də yorulduqda dayanmağa haqqım var. Mənim ən gözəl münasibətlərə, sevməyə və sevilməyə haqqım var. Mənim istəmədiyim vəziyyətlərə, İstəmədiyim insanlara yox deməyə haqqım var. Mənim özümü seçməyə haqqım var. Başıma gələn hər bir çətinlikdə məni həyatda saxlayan şey məhz özümə olan bu dəyərimdir. Hadisələr, statuslar, vəziyyətlər dəyişə bilər, amma mənim daxili dəyərim hər zaman dəyişməz qalır. Mən bu dünyadakı ən gözəl möcüzələri yaşamağa layiqəm. Mən bu dünyanın ən böyük gözəlliklərini təcrübə etməyə layiqəm. Çünki məni bu gözəllikləri yaşayan digər insanlardan heç nə fərqləndirmir. Hər kəs kimi mən də ən gözəl möcüzələrə və bütün gözəl təcrübələrə layiqəm. Mən bu dünyada yaşayan digər hər bir canlı kimi dəyərə malikəm. Və mən bu dəyərimi görməyi və onu qiymətləndirməyi seçirəm. Mən sağlam və gözəl bir həyat yaşamağa layiqəm. Mən istirahət etməyə, ehtiyacım olduğu anlarda özümü bərpa etməyə layiqəm. Bugündən sonra özümü həyatdan məhrum etməyi dayandırıram. Bugündən sonra özümü dəyərsizlik kölgəsi altında gizlətməyi dayandırıram.
artıq öz dəyərimi görməyi, onu qiymətləndirməyi və dəyərimin işığını hər kəsə yaymağı seçirəm. Bu gündən sonra mən özümə haqqım çatan bütün gözəllikləri həyatıma qəbul etmək üçün icazə verirəm. Mən bolluğu, sevgini, rahatlığı və harmoniyanı qəbul etməyə layiqəm. Öz dəyərimi görürəm və bu dəyərimi görə bildiyim üçün minnətdaram. Mən dəyərli olduğum və gözəlliklərə layiq olduğum üçün minnətdaram. Bədəninizdəki qızılı işığın daha da gücləndiyini və bədəninizə istilik yaydığını hiss edin. Bütün bədəninizə yayılan bu istilik özünüzə qarşı olan mərhəmətinizin, dəyərinizin və şəfqətin istiliyidir. Bu qızılı işıq indi artıq bədəninizdən də xaricə yayılır. Olduğunuz otağı, olduğunuz binanı və bütün dünyanı daxilinizdən yayılan bu qızılı işıq əhatə edir. Mən öz daxili dəyərimlə və şəfqətimlə bütün dünyanı sanki qucaqlaya bilərəm. Və mən öz daxili parıltımın bütün dünyaya yayılmasına artıq icazə verirəm. Mən hər gün içimdəki bu dəyərlilik və layiqlik hissini bəsləyirəm. Mən bu hissi bəslədikcə ətrafa da daha çox dəyər və şəfqət yayıram. Bu meditasiya sizdə yeni bir dəyərlilik hissi yaratmadı. Sizə sadəcə öz daxilinizdəki unudulmuş dəyərlilik hissinizi xatırlatdı. Və indi bu dəyərlilik hissini yaddaşınıza və bədəninizə yazın. Onu bütün hüceyrələrinizdə hiss edin. Və bir neçə dərin nəfəs alaraq, hazır olduğunuzda bu dəyərlilik hissi ilə dəyərli olduğumu və hər şeyin ən gözəlinə layiq olduğumu bilirəm hissi ilə yavaşca gözlərinizi açın.